Salam yolçu qardaş. Bu yolsuz ellərdən necə yola çıxa bilərəm mən? Əsas yoldan çox uzaqlaşmısan. Bu yolsuzluq elə yolun özüdür. Bir dəqiqə. Üzün yaman tanış gəlirsən. Biz üçbucaq veriliş aparmışıq səndən. Yox, aparmamışıq. Necə yəni yox? Şlyapa. Bir şey demir sənə. Bir dənə yadıma sal. İlkin, bu nə flashbackdir? Bu artıq üçbucağın yeni çəkilişidir. Xoş gəlmisən. Üçbucaqla yollarımız ayrıldı, yol bitdi, bir il keçib üstündən. Qurtardı. Tural, yol bitəndə nə olur? Yolsuzluq başlayır. Yolsuzluq üçün də nə lazımdır? Yolsuzluq avtomobilləri. Who's that creeping through my window? Before you come outside, I got the info. Took her to the end zone from the end zone. No, I love to smoke, you love to lick more. Başlayaq da səhərdən ssenari belə gəldi, flashback belə getdi, tələsirəm. Tural, mən bilirəm ki və əminəm ki, çox sağ ol. Və əminəm ki, bugün test edəcəyimiz bu yolsuzluq avtomobili sən ürəyincə olacaq. Xüsusilə də arxanda dağ kimi dayanan bax bu Jetour T2-ni sürməyə səbirsizlənirsən. Əlbəttə, öz arxanda dayanan bu Dipal G318-ə bir bax, elə bil bir otaqlı evdir. Şamaxının Siz kəndində 5 metrənin 2 metrəyə bir otaqlı mənzil, interyer, lüks, isti oturacaqlar, 540 dərəcəlik kamera, bagaj açılır, olur ikinci otaq. Üçüncü otağımız da istəsən üstünə bir çadır qoyursan, balkonu da çıxardırsan və salam. Necədir? Bacarırsan da sən bunu. Sənə qulaq asandan sonra adam istəyir getsin, T2-ni satsın, üstünə biraz pul qoysun, Dipal G318 alsın. Tural, absurd səslənsə də sənə bir şey deyim ki, üstünə pul zat qoymaq lazım deyil. Hətta biraz da cibində qalacaq. Mənə bax, bəs üçüncü maşın kimdir? Üçüncü Yəqin maşın... ki, ilişib qalmayıb hardasa yolda. Yo, heç bir yerdə ilişib qalmayıb. Üçüncü maşın sürprizdir. Deyən görüm o maşın hansı modelə bənzəyirdi. Jetour T2 oxşasa bir ya iki maşın var ki, onlara bənzəyə bilər. Budur. İlahi, oxşarlığa bax. Elə bir ki, yaşda böyük olan əkiz qardaşdır. Bir oxşarlığa bax sən. Siz necə də gülməli zarafat edirsiniz. Vaxt itirmə. Oxşamırlar. Bu T2'dir, o Land Rover'dir. Bu isə Mehdi'dir. Salam əleykim. Xoş gördük. Xoş gördük Mehdi. Dostlar, Mehdi Mahmudovdur. Sosial şəbəkələrdə onu Mahmud Life kimi tanıyırıq və izləyirik əksəriyyətimiz. O həm yerli, həm də ki, elə və qlobalda səyahət videoları ilə çox məşhurdur. Özdə o səyahətləri çox maraqlı off-road avtomobilləri ilə eləyir. Kütləsi də elə həm sən demişkən yerli cəmaatdır, həm beynəlxalqdır. Milyondan artıq baxışları var Mehdinin. Bəh. Nə gözəl, xoş gəlmisən. Xoş gördük dostlar. Mən də öz növbəmdə sizi deyirəm. Amma son zamanlarda nəsə üçbucağı çox da aktiv görmürəm. Üçbucaq deyimdə nəyə görə çəkilmirdi? Sözün düzü mən neçə aydır ki, bax Depal G318-in Çanqan Azərbaycana gəlməsini gözləyirdim. Gəldi, çıxdı. Çindən Tənşən dağlarını aşıb, Orta Asiyadan keçib gəlib Bakıya. İndi deyəcəksən ki, Xəzəri də üzübdür. Ya, bu maşının üzmə qabiliyyəti yoxdur, amma çox maraqlı xarakteristikaları var. Mənə əsas odur ki, görəsən off-roadda Jetour özünü necə göstərəcək və çox maraqlıdır ki, yolsuzluqda bu avtomobillərin hansının performansı yadda qalan olacaq. Hər biri 1.5 litr mühərrikə malikdir. İkisi bir yerdə 3 litrdir. Elə Defender'da 3 litrdir də. Mehdi nəzərə al ki, elə hər ikisinin qiymətinə Defender'da almaq olmur. Dayaq ki, o ev məsələsinə gələndə bir Defender'ın qiymətinə 2 otaqlı ev almaq olar. De görüm, bu bəy verən avtomobilin at gücü nə qədərdir? 400 at gücü var. Nə az, nə çox. 400 at gücü. 430 at gücü də G318-dədir. 381 at gücü. Nə az, nə çox. Ay Allah. Nə az, Tural, nə az. İlkin Aycan olaraq tam şarj yığmalıyıq. Nə şarj? Telefon deyirsə, məndə doludur yəni. Mehdi əməlli başlı hazırlıqlı gəlib. Tural, hazır. Birazdan söhbət eləyər oyuna. Danışarıq biraz.
Qardaş başa düşdük də, indi səndə benzindir, amma nəzərə al ki, bizimki də, yəni müasir RF texnologiyasıdır, biraz qənaətçildir. Kimdə RF-dir, kimdə plug-in hibriddir, istənilən halda hamımız benzindən istifadə edirik. Bəli. Mənə siz deyən ən yaxşısı, əgər 1 saatdan çox işiniz varsa, mən sizin üçün burada qəşəng kebab çəkim də. Bu hazırlıqlı gəlib. Eşidirsən mənim? 15 dəqiqəyə sürətli şarj olunur bu maşın. 15 dəqiqə ərzində uzaqbaşı sən yaxşı bir çay dəmləyə bilərsən bizim üçün. Həm də nəzərə al ki, pik vaxtlarında yanacaq doldurma məntəqələrində ən azı bir 10-15 dəqiqə gözləyirsən də növbədə, düzdür? Yandırma məndə yarım saatdır. Deyəndə imkan ver dirəşəkdə biraz onun maşını ilə də nə olur? Siz heç narahat olmayın, mən 90 Polnu bakdan sizi gözləyirəm burada. Əgər burada icazə versəydilər tonqal qalamağa, sən o benzindən istifadə edə bilərdin, amma məndə də 70 litrdir. Səsin gəlmir dostum? Belə deyək də, məndə 60 litrdir, amma mənim mühərrikim generator rolunu oynayır dostlar. Əşi, kimdə plug-indir, kimdə hibriddir, kimdə benzindir. Sən deyəsən bu bir il ərzində meyxana deməyi də öyrənmirsən, hə Tural? Öyrənirəm yavaş. Dostlar, vaxtımız azsa, Aha. məncə sürməyə başlayaq. Gedək. Gedək. Bax, hə Tural, birdən Defenderlə səhv salarsan maşınını. Mən 318 dəfə də minib düşsəm səhv salmaram. Hə, yaxşı görək. İndi deyirlər ki, off-road maşınlar şəhərə yaraşmır. Amma Jeturun görünüşü elədir ki, istəyirsən bu maşınla palçığa gir ya da ki, Port Bakının qarajına heç bir fərqi yoxdur. Oturanda ilk hiss elədiyim rahatlıqdır. Nə olsun, böyükdür, qabariti var, amma burada çox komfort var və mənim boyuma, ölçümə görə çox uyğun bir maşındır bu. Adı da Jeturdur. Birinci dəfə eşidəndə elə bildim nəsə belə fransız sözüdür. Paris Jetour, Parle Français. Amma əslində bu Jet Tourdur. İngiliscədən tərcümədə dinamik, sürətli bir sürmək deməkdir. Yanacaq sərfiyyatı rəsmi məlumata görə, kitab dəftərə görə 100 kilometrə 1,47-dir. Amma realda biraz çoxdur, 2-3 litr arasıdır. Çünki nəzərə alsaq ki, əsas hissəni elektrik motorla idarə olunur. Elektrik demişkən, batareyanın həcmi 26,7 kW-dır və yenə də kitab dəftərə qayıtsaq 139 km sürüş məsafəsi verir, amma real sürəndə barıca 110 km yaxındır. Şəhərdə sürürsənsə, bu 2-3 gün rahat bəs eləyir adama. İndi də keçək ekrana. Bu çox maraqlı ekrandır. 15,6 düymlük panel, Snapdragon 8155 çipi ilə işləyir. Ekranın reaksiyası telefondakı kimidir. Yubanma falan heç nə yoxdur. CarPlay, Android, sürüş rejimləri, klimat kontrol, nə bilim, bunların hamısı displeydən idarə olunur. Oturanda xoşuma gələn xüsusiyyətlərdən biri də oturacaqların yanlarının qalın olmağıdır. Yəni uzun məsafəyə sürəndə çox rahat hiss eləyir insan özünü. Yəni oturacaqların isitməsi, ventilyasiyası bunlar hamısı öz yerində və bu o deməkdir ki, qışda və yayda çox rahat idarə eləmək olur bu maşını. Keçirik maşında çox vacib olan bir məqama, səs. Mən musiqini çox sevirəm. Jeturun 12 dinamikli audio sistemi var, Sony-dəndir. Sürücü tərəfdə basdı, aşağı tezliklərdir, arxa tərəfdə isə daha orta və yuxarı tezliklərdir. Ona görə səslənmə çox idealdır. Sürücüyə dəstək sistemlərindən danışsaq, cruise kontrol haqqında mütləq məlumat verməliyəm. Adaptiv deyil, amma sabit sürüş təmin eləyir və bu da çox kömək olur. Bir də ki, adaptiv cruise kontrol təzəlikcə çıxıb. Ömrü boyu hamımız sadə cruise kontrolla idarə eləmişik maşını, heç kəs də şikayət eləməyib. Təhlükəsizlik sistemlərindən nəyi vurğulamaq olar? ESP boş. Çox təhlükəsiz və çox rahat. Dolu çənlə və tam şarjla 1300 km-dir. Yəni Bakıdan Şamaxıya 120 km yox, 630 olsaydı yenə də gedib qayıtmaq mümkündür. İnteryerdə daha nəzərə çarpan bir məqam da var, o da şüşə tavandır. Bu tək dizayn üçün deyil, bu həm də vizual olaraq salonu genişləndirir. Eyni zamanda günəş filtri oradan yuxarıdan gələn günəş işığını yumuşaldır və nə baş qızır, nə də saç yanır. Və lazım olsa pərdəni də açmaq olur, lazım olmasa tavanı da açmaq olur.
Dizayn olaraq ilkin demiş başqa maşınlara oxşaya bilər, amma əslində burada texnologiyaların və gözəl işin vəhdətidir. Ümumiyyətlə bu modeli ilk dəfə görəndə düşündüm ki, bu da yəqin ki Çinin növbəti digər offroad modellərinə bənzətmə cəhdidir. Amma sükan arxasına oturanda gördüm ki, yox, G318 tamam başqa bir söhbətdir. Nədənsə bu sinif avtomobillərdə əksəriyyət kvadrat olmaq istəyir, yəni G-vari olmaq istəyir. Amma gördüyünüz kimi xarici görkəmdə G318 rəqiblərindən tamamilə fərqlənir. İstehsalçılar bu modelə o qədər inanıb ki, ona G318 adını veriblər. Bu da, yəni G318 nədir sualını versəz, deyim ki, Çinin əsas və ən uzun magistrallarından biridir. Bu sadəcə SUV deyil, RF sistemli müasir offroad avtomobilidir. Yəni klassik hibrid deyil, tamamilə fərqli bir sistemdir. Burada mühərrik təkərləri fırlatmır. Təkərləri fırladan elektrik mühərriklərinə güc verir. Batareyanın həcmi saatda 35 kW-dır, CLTC üzrə 174 km elektrik yürüyüşü var. Reallıqda isə bu 150 km olur və ən gözəli benzinlə birlikdə 1000 km-dən çox məsafə qət eləyə bilərsiniz. Sürətlənməsi isə 0-dan 100-ə cəmi 5,9 saniyə. Təsəvvür edirsiniz, bu çəki ilə 5,9 saniyə. Bir də səsimin keyfiyyətinə baxın. Salonun içində o qədər səssizlikdir ki, o qədər gözəl bir atmosfer var ki, səsin keyfiyyəti belə tamamilə başqa cür eşidilir. Çünki generatorun səsi 1 desibel səviyyəsindədir. Yəni mühərrik işləyir, amma sən onu eşitmirsən. Hətta offroaderda 16 fərqli sürüş rejimi var. 16 təsəvvür edirsiniz. Şəhər, offroad, qar, qum, hətta Eco Adventure adlı rejim var. Yəni təbiətdə səyahət üçün tam optimallaşdırılıb. Adam hərəsini bir-bir yoxlayıb ayrıca bir icmal çəkmək istəyir. İçəri keçəndə sənə qarşılayan materiallara bax hələ. Heç biri ucuz Çin plastiki deyil. Nappa dəri, alcantara, metal aksentlər və sən hər şeyi mexaniki düymələrlə idarə edə bilirsən. Multimedia ekranı 14,6 düym. Elə yan güzgüləri də TV boydadır. Kamera sistemi 540 dərəcə, simsiz şarja telefonu qoyursan 10 dəqiqəyə 40%. İnterfeysi də ingiliscə. Apple CarPlay və Huawei Hi Car inteqrasiyası da var. Həmçinin Wi-Fi, 4G, Bluetooth, hətta NFC ilə açarsız giriş də var. Sərnişin oturacağı belə 10 istiqamətdə elektron yönəlir. İsidilmə, soyutma, masaj hamısı var. Həm də hamısı sinxron işləyir. Misal üçün, masajı açırsan, havalandırma avtomatik rejimə keçir. Arxa sıra düz döşəməlidir. Dirsək altılar da geniş. Bu, ailə üçün düşünülüb, amma biznes səviyyəsində komfort verir. Başımızın üstündə də pərdəli, panoramik, tam açılan bir tavan var. Hətta onun üzərinə yük də qoymaq olar. 80 kiloqram dinamik, yəni sürə-sürə, 300 kiloqram da statik dayananda. Üstündə də çadır quraşdır, yat içində. Mən bayaq deyəndə ki, bax, bu bir evdir, gülürdülər mənə. 12 ultrasəs radar, zolaq nəzarəti, cruise kontrol, özü də adaptivindən, kör zona xəbərdarlığı hamısı real işləyir. 16 dinamikli premium səs sistemi var. Salonda səs səni əməlli başlı qucaqlayır. Bəli, Dipal G318 texniki ustalıqdan çox psixoloji rahatlıq dizaynıdır. Nə danışım ki bu maşın haqqında, nə mənası var ki? Gəlin ondan səssə biraz Şamaxının təbiətindən danışım. Meyvə bağlarının qoxusu, dağlardan gələn sərin külək. Bu yollar qalxmaq üçünsə bizə yaxşı bir offroader lazımdır. Dostlar, Land Rover Defender adı gələndə belə insanın içərisində bir macəra ruhu oyanır. 2023 model P400 HSE 110 kuzov. Kapotun altında Land Rover'in İnge nümaləsinə məxsus mühərrik dayanır. Sən deyirsən yavaş sürək, o deyir yox, sürməliyik. 0-dan 100-ə sadəcə 6,6 saniyə çıxır. Bilirsiniz, Defender'ın çəkisi ağırdır və bu Defender üçün çox əla nəticədir. Dolu bakla isə siz 1000 kilometrə yaxın məsafə qət edə bilərsiniz. Ortalama sərfiyyatı isə 10-12 litrdir. 2,4 ton çəkidə bir avtomobilə 400 at gücü verəndə nə olmalıydı ki?
Amma bu lüksdə belə bir offroad əldə edirsinizsə, bunu nəzərə almalısınız məncə. Detallarının qiyməti isə qiymətdir, amma keyfiyyət isə də keyfiyyətdir də. Çünki bu Land Rover'dır. Bu salon lüksdür. Sürücü oturacağı 14 cür yönlənir. Ortada 11.4 düymlük sensorlu PV Pro ekranı var. Çox sürətli, çox təmiz və çox dəqiqdir. Bütün sistemlər buradan idarə olunur. Klimat, naviqasiya, multimedia, Bluetooth, Apple CarPlay, hətta Android Auto. Simsiz şarj yeri var və sürücü konsolunun altında soyuducu bölmə. Uzun yolda içkilər daima soyuq qalır. Əgər siz nə vaxtsa safari turuna çıxsanız bu avtomobillə, arxa konsolda zürafələri izləmək üçün pəncərələr belə var. Musiqi isə Meridian audio sistemidir. O qədər gözəl səs verir ki, məncə tərifə ehtiyac yoxdur. Bunu sürüb dinləyib bilərsiniz. İlkin deyir, Jetoru Defender'a oxşadıblar. Əslində elə Defender'a oxşar offroad almaq məsləhətdir. Amma gəlin xarakteristikalarına baxaq da. ABS, Adaptive Cruise Control, ön və arxa radarlar, 360 dərəcə kamera, təkərin daşın, suyun, palçığın içindən necə keçdiyini ekranda görürsən. Fikrimcə Defender özünü ifadə etmək üçündür. Bəli, o bahadır, iridir, özünü vajni hiss elətdirir. Amma hər dəfə bu sükanın arxasında oturanda sanki yeni bir film başlayır. Mehdi, eşidirsən məni? O məşhur çay dəzgahım var idi, üstündədir. Yenə göğüsünü bulut aldı ya. Ah niyə gəlmədi, harda qaldı? Çox sağ ol Mehdi. Gözəlliyə bax, mənzərəyə bax. Mənə elə gəlir ki, cəmaət bu maşınları da elə o gözəlliyinə görə alırlar ki, bir dənə status çəksinlər, WhatsApp-da paylaşsınlar. Problem yoxdur, istəyirsən sənin də şəkillərimi, videolarımı çəkim, sən də paylaş. Amma bir şərtlə ki, sənin maşınında. Yaxşı. Sağ ol. Tural hazırsan? 1, 2, 3, gəl. Ay can, ay can. Bir dənə buna bax. Gözdə bir dənə effektlə musiqini də verim vəssalam. 2 dəqiqə. Kara geceler üzerime titreyen birçok sözüm var. Beni bekleyen ne çok hırsın var. Tükenip gitmeyen sabrımdan oldurmam düşenler. Qəşəngdir də. Göndərim qoyursan TikToka. Görün necə turla çəksən, onun necə qəşəng olacaq. Bu dəqiqə qəşəng olacaq. Eni 2 metrə, uzunluğu 4.80, hündürlüyü 1.88. Niyə də qəşəng olmasın? Detallardan danışırıqsa, uzunluğu 5 metr, eni 2 metr, hündürlüyü də 1.97. Elə mən də deyim də, G318-də uzunluq 5, hündürlük 1.95, eni də Defender'dan 2 sm çox. Necədir? Əsas olan offroadda clearance-dir, o da bunda 29 cm-dir. Depalda 21 cm-dir. Görüm yalan demirsən. Mən bunu bilirəm. Sən də görüm T2-də nə qədər? Jetur da 20 santıdır. 20? Bəli. Vay, 20. Ayıbdır Tural, 20. 20 nədir? Sən o lampaları ora düzmüsən, Ha. başlamısan ki, hündürlük belə gəldi, en belə getdi, qabarit belə getdi. Əvvəla o lampaları mən yox, zavod düzüb. Onlar tam qanunidir, yeri gəlsə. İkincisi də ki, LED fənərləri də var bunu, hansı ki tənzimlənir aşağı yuxarı. Yəni işıqdan danışmayaq Tural, susaq. Məndə də Matrix fənərlərdir. Aha. Adaptiv işıq bucağı. O LED işıqlardan, zolaqdan məndə də var. Siz mənə deyin, bugün offroad olacaq, yoxsa yox? Əlbəttə olacaq. Şamaxıya niyə gəlmişik? Onda hadi maşında.
Necədir bu yol? Yar-yar? Budur Tural tapdığın yolsuzluq. Nə olub? Gül kimi yoldur. Yolsuzluqdur. Elə zığda, nə bilim, Masazırda, Bayılda bir yerdə eləyərdik də testidə. Belə yolsuzluq olar ay Tural. Yaxşı, qabaqda indi bir gölməçə çıxsa qarşıma, onda nə edəcəksən? T2 55 sm sudan rahat keçir belə. Nə danışırsan? Bəli. Depalı bilmək istəyirsənsə, bir 5 santda onun üzərinə gəl, hələ plus korroziyada davamlıdır. Amma istəyir 90 sant olsa belə Defender keçəcək. Belə də ki, narahat olmayın da, yolda ilişib qalsaz, Defender'ın 3.5 ton buksiri var. Mən 3 ton yarım deməzdim, amma T2 1.6 çəkə bilir. Karavan qoşmaq olar, lafet qoşmaq olar. Amma sizdə nəsə bir şey olsa mən Yəni, Pas. yəni bilmək istəyirsənsə Tural, Dipalda da yəni çəkmə gücü 1.6 ton. kim kimdən kopyalayır? Yo, yəni də. Sən onları qoy bir kənara, xahiş edirəm. Sən bir şey düşün. Bu iki maşınımız 4x4'dür. Sən iki çəkindən nə edəcəksən? Ha, düz deməkdir? 100%. Çox danışırıq. Aha. İşə keçmək lazım idi. Boyun nə idi? Hündürlüyü? Hündürlüyüm Maşının. 1.95. Necədir sən? Onda elə düz dayanmısan yuxarı bax. Get. Sən get. Depalın askı sisteminə gəldikdə isə askı sistemi adaptivdir. Ön tərəf double wishbone, arxa tərəf isə multi-link. Çox yumuşaqdır. Sükan isə Rolls-Royce-dakı kimidir. REPS, yəni rels tipli elektron gücləndirmə. Sadəcə möhtəşəmdir. Bir də öz aramızdır. Turalın haqqına girdim deyəsən, həqiqətən də yolsuzluqdur. Defender'da hava askısı və terrain response 2 sistemi var. Low range aktivləşir, hava askısı qaldırılır və hər təkərə ayrı dartma payı verilir. Müxtəlif sürüş modlarına qum, daş, palçıq, yağış hamısına uyğunlaşır. Bu elə əsl offroadluqdur. Otur sür, heç narahat olma. Altı da dəyməyəcək. HDC və TCS sistemləri həm enişdə, həm sürüşmədən qoruyur. Ona görə burada rahatam. Askı sistemi mexaniki də ola bilsin bu sərtlik yüngül məsələ buna görədir. O ki qaldı təkərlərə 20 düymlüydü, ona görə batmaqdan söz ola bilməz. Hə, gənclər, Ha. danışın, necə oldu təsiratlarınız? Məndə sözün düzü biraz sərt gözləyirdim, amma çox yumuşaq. Ha. Yəni gözlədiyimdən də çox yumuşaq oldu. Bəzi yerlər var idi ki, yəni ora yolsuzluq deməzdim, amma bəzi yerlərdə də bir 10-15 metrlik hardasa offroad yolları var idi. Qaza gəldim, bir qazı bastım, üzü ağ çıxdı. Özünə gəldi. Ha, səndə necə idi vəziyyət? Mən əksinə daha yumşaq gözləyirdim, amma o offroad hissini yaşamaq lazımdır. Bir də nəyi bəyəndim? Ön şüşədən yaxşı görünüş var idi. Abzor deyirik. Aha. Əla. Mehdi. Defender təbii ki bu askı sistemi mükəmməldir. Həqiqətən özünü çox yaxşı göstərdi. Bir də o çuxurlarda düşüb qalxanda içəridə o yumşaqlığı, yəni hiss edirsən, sərtlik hiss olunmur. Sadəcə olaraq ağlımda yeganə bir dənə sual var. Yəni bu qədər pulu bu maşına verib bu yollara salmağa, yəni kimin ürəyi gələr? Sən belə elə, o bahalı maşının açarını vermənə, indi mən onu sürüm. Üstündədir. Keçib əyləşə bilərsən. Nə oldu ay Tural? Nə oldu? Dəyişəsi oldu? Yox da indi qurdumu öldürməliyəm hə, də. Sən də ki... Mən də məcbur olub jeturu sürməliyəm. Götür, Nə, nə sürməliyəm? Sürüm də. Jeturdan Land Rover'a oturanda fərqi o dəqiqə hiss eləyirsən. O qapının bağlanışları, özünə məxsus çaqqı səsi var. Bax odur. Sonra dəridir, tikişlərdir, metal işləmələrdir. Bunlar hamısı insanda status hissi yaradır əlbəttə ki. Mənim bir dostumda bu maşından var idi. O deyirdi ki, ağır yeri, nəsə inanmırdım. Deyirdim, necə ya, belə maşın ağır gedə bilməz. Amma indi sürəndə hiss eləyirsən ki, doğrudan da ağırdır. Amma istənilən halda qabariti də nəzərə almaq lazımdır. Yəni baxırsan nə boyda maşındır, div boyda deyə. Durub indi Defender'la Jetoru müqayisə eləmək biraz səhv olardı. Çünki lap əvvəldə də demişdik ki, hər
avtomobilin özünün qiyməti var və Jetur öz sinifinə görə öz rahatlığını təmin eləyir. Amma bu Defender qiyməti də başqadır. Elə sizin hamınıza qismət olsun. Budur. Jetur T2 modeli. Bir neçə il bundan öncə Bakı təqdimatında iştirak etmişdim və avtomobilin üzərindən o qara örtük götürülən kimi hamı eyni anda Defender'a oxşayır deyə kəlmələr söyləməyə başlamışdılar. Həqiqətən də avtomobil Defender'lə çox oxşuyur və sükanına əyləşdiyimə qədər bu model haqqında fikirlərim tamamilə başqa idi. İndi baxıram görürəm ki, əməlli başlı offroad avtomobiliymiş. Düzdür, Depaldakı o Nappa dəri, Alcantara və digər bahalı materiallar hissi yoxdur, amma sizə deyim ki, bunun da materialları pis deyil. Yollarda bəzən kələ-kötür hissələr olanda sükanda daha çox vibrasiya hissi olur D2-də. Bu da çox güman ki, onun asıl sistemi ilə bağlıdır. Amma bir şey də etiraf eləməliyəm ki, düzdür, ola bilər illərdir biz yollarımızda T2-ni görürük, bilmirəm nədəndir. Bu modelin şəhər duruşu tamamilə başqadır. Açığı Defender'dan sonra fikirləşdim ki, bu çinlilər nə etsələr də çox da orijinal havasını verə bilməyəcəklər. Amma bu maşını sürəndən sonra gördüm ki, yox da, yanılıram mən. Həqiqətən də yaxşıdır. Və hal-hazırda sürürəm maşını. Sükan çox sakitdir. Oturacaqların vibrasiyası sıfır. Əvvəl düşündüm ki, ilkin hazırlaşıb gəlibdi. Gördüm də maşının üstündə işıqlar falan. Dedim yəqin ki, sonradan quraşdırıldı. Amma sonra öyrəndim ki, bu komplektasiyanın elə içinə daxil imiş. Özdə ki, bu işıqlar legallaşıbdır. Yəni əlavə avadanlıqda sayılmır. Siz bunu şəhərdə rahat-rahat sürə bilərsiniz. Offroada gedəndə, düşərgəyə gedəndə bu işıqlardan ətrafı yaxşı işıqlandırmaq üçün istifadə edə bilərsiniz. Sonra dostlar, nə xoşuma gəldi bu maşında? Deməli, kapotda, bamperdə, yan tərəflərdə əgər çəkiliş eləmək istəsəz, GoPro-nun montaj nöqtələri var. Çox yaxşıdır bu. Hətta bunu deməli balıqçılar balıq tilovunun asmaq üçün istifadə edə bilirlər. Baxın dostlar, gəlin açıq danışaq da. Əgər qiymət müqayisəsi eləsək, bu Defender'dən 4 dəfə ucuzdur. Amma komfort baxımından çox az bir şey geridə qalır. Deyirsən artıq komfort bahalılıq deyil. Çanqan artıq bunu da elədi. Hər şey müqayisə elədi, amma qaldı bagajniklar. Məlumat ver bizə. Bəli, əsas məsələ. Deməli, 818 litrdən 1747 litrə qədər. Budur. Gözəl. Budur genişlik. Mehdi, səndə vəziyyət nədir? 857 litr, açanda olur 1946 litr. Lap yaxşı. Gəlin indi bura. Gəlin. Normal. Aşağı yuxarı elə eyni bagajnikdir, Aha. amma burada bir vacib xüsusiyyət var. Onu mən sizə göstərməliyəm. Bu Olmazsa olmaz. hər maşında olmur ha. Ha, bu çox vacibdir ha, çox vacibdir. Əlbəttə. Xüsusilə yolsuzluq şəraitində çox vacib. Buna görə almağa dəyər. Ən bahalı atkırvalkadır bu. Nəysə. Gəlin, sağollaşaq. Və nəhayət gəldik yolun bitdiyi yerə. Çox gözəl bir yol keçdik. O yolla bərabər yolsuzluğumuz da oldu və məqam gəldi çatdı qiymətləndirməyə. Ən yaxşı göstərici göstərən avtomobilimiz 2 balla, daha sonra 1, ən zəif göstəriciyə görə isə 0 balla qiymətləndirmə olacaq. Tamaşaçılarımız nəticələrə baxsın və artıq bu nəticələrə uyğun olaraq Defender birinci yerdədir, sonra Dipaldır, daha sonra biraz geridə də mən Jeturla qalmışam. Mehdi, səni təbrik edirik. Təşəkkür edirəm. Yüksək Çox sağ ol. bala görə. Tural, sən də üzülmə, olan işdir. Olan şeydir, kişi başına iş gələr. Mehdi, səni tanımaq çox xoş idi. Mən üçün də həmçinin minnətdaram. Çox sağ olun. İnşallah yeni verilişdə olsun, istər təbiətdə olsun, istər şəhərdə olsun, oturub yenə də bir çay içərik. Təbiətdə, ancaq təbiətdə. Görüşərik. Görüşərik. Salamat Sağ qalın. ol. İlkin Sağ olun. zəngə